Hörmətli şagirdlər, bizim bugün buraya yığılma səbəbimiz bəllidir. Şagirdimiz məktəbimizin çox hörmətli, çox qeyrətli şagirdi olan Nicat Nəbiyevin 25-ci doğum günü olasıydı, biz o günə yığılmışdıq. Amma insan ömrü bir qədər olur, bir yerə qədər olur. Bəzi insanlar unudulur, bəzi insanlar isə ölməzliyə qovuşur. Bax, Nicat bizim ürəyimizdə, bizim qəlbimizdə ölməzliyə qovuşan bir igid oğlan, igid əskər, igid şagirdimizdir. Biz Nicatla həmişə fəxr eləmişik. Mənim heyətindən, şagird heyətindən şəhərdə harada olsa, harada görsə çox hörmətlə salamlaşıb, hal-əhval tutulur. Biz də ona qarşı həmişə böyük sevgimiz, məhəbbətimiz olur. Bizim üçün Nicat Nəbiyev qürur yeridir. Necə ki, 44 günlük müharibədə, 1-ci və 2-ci Qarabağ müharibəsində biz bir çox şəhidlər verdik. Vətənimizdə hal-hazırda bizlə bərabər yaşayan və bizim dəstəyimizə ehtiyac olan, mənəvi cəhətdə dəstəyimizə ehtiyac olan əlilər var. Onlara Allahdan can sağlığı istəyirəm. Cəmi şəhidlərimizə qəli Allah rəhmət eləsin deyirəm. Mən biraz tədbirə gec qoşuldum. Mən bilmədim. Yəqin ki, anıldı. Şəhidlərimiz anıldı. Biz cəmi şəhidlər qarşısında baş əyirik. Ruhlarını həmişə uca tuturuq. Bizim bugün sakit bir ölkədə, rahat bir ölkədə yaşamamız, sizləri vətənpərvər kimi yetişdirməyimiz üçün biz şəhidlərimizə borcluyuq. Və şəhidlərimizə həm ona görə borcluyuq ki, onlar göstərdikləri şücaətlə, göstərdikləri mərdliklə sizə örnek oldular. Sizə gələcəkdə vətən torpağının hər damcısını, hər metrini, hər kvadrat metrini qorumağı və ona sahib çıxmağı öyrətməli. Əziz şagirdlərimiz, biz bütün şəhidlərimizin qarşısında baş əyirik və biz bunu hər dəfə deyirik. Və bizim şagirdlərin də bugün vətənpərvərlik hissinin yüksək olması üçün biz onlara borcluyuq. Və Emin müəllimə təsdiqləyər ki, hər il bizim məktəbdə hər bir sahəyə bir çox şagirdlər yönəlirlər. Və buna qarşı Emin müəllimə sizə də təşəkkür edirəm. Doğrudan da çox böyük işlər görülür ki, nə qədər bizim hərbi gücümüz çox olacaqsa, möhkəm olacaqsa, o zaman biz basılmaz bir dövlət olacaq.